Bəli, Sevranın da dediği kimi bugün sizi məktəbdən salamlayırıq. Bugün Sevra Novruz master klassına gedir və ilk öncə sinifə toplaşmışıq. Burada uşaqlar master klassdan öncə biraz öz aralarında eğlenirlər. Sevra və hər zaman kimi ən yaxın rəfiqəsi Zəhra. Zəhranı digər vloglarımızdan da tanıyırsınız. Bolluca eğlendikdən sonra əyləncənin daha böyük qisminin onları gözlədiyini unudurlar ya da bilmirlər. Belə yoruldum mama diyerek gelir yanıma. Sonra tekrar eğlenceye devam. Sonra düşürük yola master klasa doğru. Uşaqlar yine her zaman kimi sırayla gedirlər. Bir uşaqları avtobusa yerləşdikdən sonra bir də sizə avtobusdan belə salamlayırıq. Sevoşun yadına düşmür izləyicilər salamlamır, amma Zəhra salamlayır. Neyse belə hədsiz çox səs olduğu üçün mən də səsləndirmə edirəm. Artıq metro parka çatmışıq. Burada lift gözləyirik ki, ən sonuncu mərtəbəyə qalxaq. Master klassımız orada olacaq. Sevra sizə əl eləyir. Baxın, uşağım liftə sıxışıb. Qızlarıma baxın. Belə bütün uşaqları sizə çəkirəm. Buradan bizi izləyən Sevranın bütün sinif yoldaşlarını salamlayırıq. Hər birinizə salam uşaqlar. Belə sizi metro parkı da göstərirəm. Ki baxın ətrafa, getməyənlər görsün. Artıq başlamışıq. Uşaqlar yerlərini alıblar. Gözləyirlər ki, onları geyindirsinlər. Xəmirlərini versinlər və artıq şəkərbura hazırlamağa başlasınlar. Obşibidən sinif uşaqlarını sizə göstərirəm və yenə qızlarım gəldi ekrana. Burada müəllimələri onların şəkillərini çəkir. Maşallah, Allah hər birinizi qorusun. Çox əyləndilər. Gələcəyin həkimləri, hüquqşünasları, müəllimələri, bəlkə də daha çox. Növbəti poza üçün hazırlaşıblar. Səhnədə şəkil çəkirlər. Qızıma baxın. Ayluş və Zəhra və Sevoşun ən yaxın rəfiqələri də onları çox istəyir. Hamısını çox istəyirəm. Onların daha yaxındır. Və siz də bilmiş olun. Burada yenə poza verilir, şəkil çəkirlər. Uşaqlar nə qədər çətin imiş bütün videonu səsləndirmə eləmək. Yəni burada yenə deyirəm, mikrofonu götürməyi unutmuşdum. Və səs çoxluğundan mənim səsimi başa düşməyəcəksiniz deyə səsləndirmə eləməyə qərar verdim. Və 12 dəqiqə məndən danışacağım, bilmirəm, inanırsınız. Sağ olsun. Sağ benim ordu dostlarım. Karşıdan gelen bahar bayramımız mübarek. Kösə və keçər gəldi. Uşaqları salamlaşdıqdan sonra bütün uşaqları səhnəyə dəvət elədi və onlara Novruzla əlaqəli suallar verməyə başladı. İnanırsınız ki, mən bilmirəm ki, mən Burhan sağlığından getmişdim. Evdə 2 dənə uşağın səsi dəhşət idi. Yəni axşama qədər qulağımdan getmirdi, sizə deyim. Amma əsas odur, Sevra çox əyləndi. Həqiqətən mən də onun əylənməyə vacib idi. Çox əyləndi. Zaten arada bir narazılıq eləyirdi. Temu'dan sipariş verdiğim kösə və keçə. Deyirəm, Temu'dan sipariş verdiğim kösə və keçə. Bakın. Öyle yap. Köşeyi çağırmak lazımdı. Geçelim, koyun eyler. Bu yere dur. Sıraya Ayşe'sa. Novruz bayramında
Cəngavərlər, pəhləvanlar güləşib, ip dartıb öz güclərini göstərərdi. Bilirsiniz bunu? Pəhləvanımız olmadığına görə mən bax keçərlə güləşəcəm. İndi görək keçər qalib gələcək yoxsa mən. Bəs deyin görək. Yoxsa keçər yoxsa kösə. Hamı düşün aşağı. Mənə çiğdəmin üstüne. Bəli, Kösə və Keçəl biraz orada dalaşdıqdan sonra tekrar uşaqlar otururlar və şəkərbura hazırlamaq istəyirlər. Xəmirləri gözləyirlər. Xəmirləri gəldikdən sonra onlara orada göstərirlər ki, bəs necə hazırlamaq lazımdır. Belə, baxın, orada xanım göstərir ki, Mən azalım aparmadım. səni sən də böyük aparacam. Yaxşı, Rahab bu arada evdə atası ilə qalmışdı uşaqlar. Orada olanda təsəvvür eləyərsiniz də, mənim başıma nə o gətirirdi. Dönür. Hə, sən yatdın, biz getdik, hə? Mən də aparmadım. Sən ata ilə qalmışdın da. İndi qoyarsan, indi mən də alacağım. Hə, yaxşı, indi sən dedəysən. Belə, uşaqlara göstərir ki, bəs belə hazırlamaq lazımdır. Sevranın da ürəyi gedir axı həmin işləri üçün. Orada da deyirdi ki, yox, mən bilirəm, mənə göstərməyə ehtiyac yoxdur şəkər buranı bükəndə. Amma sonunda bacara bilmədi. Xanım açdı tekrar onun şəkər burasını. Birlikdə həll etdilər, bildi. Mama, deyir, mən necə açdım. Uşaqlar, səs-küy çoxdur, təkrar edirəm. Ona görə səsləndirmə edirəm. Orada dəhşət səs-küy var idi. Təsəvvürün təkrar və Sevra ilə video çəkəndə nə qədər səs-küy olursa, onun bir 50 qatını düşünün. İndi yazın yorumlara görüm. Siz də məktəbdə sinif yoldaşlarınızla, sinifinizlə belə master klasslara gedirsinizmi? Aparırlarmı sizi sinifdə belə yerlərə? Sevra Bu gəlin. qasan deyil, bu qasan deyil. Niyə? Bu qasandı, bu qasan deyil. Niyə bəyənmədin? Niyə? Bu kimdir? Savya. O birisi kimdir? Zəhra. Ayla deyil, Zəhradır, hə. Gördün? Ay, sağ ol. Belə Savya bir şey dosan. dosya ilə bir şəkər bura bişirir. Bu arxadakı 2 nəfər də bütün videolarıma girməlidirlər də, yəni. Bütün videolarımda olmalıdırlar. Ayaq soyanın qasan deyil. Aylan köynəyi qəşəngdir. Mamasının qızıdır. Hər da mahnı gedir, ürəyə gedir oynamasın. Burada oynayır biraz özü üçün və hamıya baxır. O uşaqlara göstərən tək-tək gəlir. Baxın, burada gəldi Sevranın yanına. Köməkləşirlər tək-tək. Bütün uşaqlarla maraqlandılar və şəkər buranın formasını verdi. Dedi ki, Sevra'yı içində doldur. Sevruş da yəni ürəyə gedir, yenə deyirəm belə işlər üçün. Şəkər buranın içində doldurur. Aha, gözə bir. Bol-bol qoyuraq. Xəsis deyilmir, görsünüz. Bir, de, 2. Mən çox malım. Düzü dadına baxmadım o şəkər buranın. Sən də istəyirsən, eləmək istəyirsən, yemək istəyirsən. Eləmək istəyirsən, yaxşı, sən də apararam. Düzü bilmədim onun içliyi nədir. İşte adına da baxmadım şəkər buranın. Amma nə yalan deyim, o qədər uşağa sırf fındıq, qoz və yaxud fıstıq qoyduqlarını düşünmürəm. Sevruş hal-hazırda yatıb, oyanar ondan soruşaram. Belə, görərsiniz, qızım yavaş-yavaş başlayır ki, burmaq istəyir, qıraqlarını burmur. Evdə mən öldürür ki, mən onu bilirəm, mama, mən bacarıram. Baxın, xanım gəldi yenə Sevruşa köməyə. Belə uşaqlar, neçə gündür sizə vlog paylaşmırdım. Mən də qrip olmuşdum. Uşaqlardan sonra mən də xəstələnmişdim. Bu arada Sevranın əlindəki nömrə şəkər buralar bitdikdən sonra hər şəkər buranın üstünə eyni nömrəni yapışdırırlar və bitdikdən sonra uşaqlar özləri yeyirlər. Hər kəs də öz şəkər bişirdiyini yesin deyə nömrələyirlər uşaqların əllərində, şəkər buralarda. Beləcə qarışıq düşmür. Xanım ona kömək elədi, göstərdi. Belə. Evet, günlərdə narahat olduğum üçün video yox idi və bugündən etibarən geri dönürük. Sizə arxa-arxaya bomba kimi videolarım var. Bugün bunu izləyin. Sabah sizə Novruz yarmarkasına aparmışam və Bakını necə bəzəyiblər onu göstərəcəm. Sonra Sevra ilk dəfə dolu sunadı sabahki videoda. Qorxu tunelünə getmişik. Yəni sabah sizi çox maraqlı bir video gözləyir uşaqlar. Gəlin videonun adına siz qərar verin. Yorumlarda yazın. Sabahki videonu təkrar edirəm. Nə eləmişik? Sabahki videoda. Hə, dinlə. Sana başla yapayım ya. Mən istəmirəm. Bazını da çək. Mən istəmirəm. Bazını da çək. Kim deyirdi? Hə, sıra. Raf deyir ki,
Rafa deyir ki, səni bağçaya aparım. Rauf deyir ki, yox, bacımı da gətirin bağçaya. Sözümü yarımçıq qoydu oğlum. Yazın yorumlara sabahki videonun adını siz önerin. En çok beğendiğim adı sabahki vlogun başlığında görə bilərsiniz. Təkrar edirəm, Novruz yarmarkasına getdik, Qorxudun elinə getdim. Sevra ilk dəfə Doritos yedi uşaqlar. Sonra neydi? Gəzdik də, yəni belə şəhəri bütün gəzdik, sizə göstərdik. İçəri şəhəri cadı, hamısını sizə göstərmişik. Belə başlığı siz yazın yorumlara. En sevdiğim başlığı yoruma yazacağım. Ve videonun sonunda da həmin izləyicimizin, yəni hansı izləyicimizin önerdiği adı bəyənmişiksə, videonun sonunda da o izləyicimizə təşəkkür edib adını çəkəcəyik. Videonun adının da onun ideyası olduğunu deyəcəyik belə. Amma çox maraqlı, qəşəng bir adı yazın ki, keşfete görən tıklasın. Yaxşı. Belə, nə qədər danışdım, masterclass bitmir uşaqlar. Çünki saat 11 idi, getdik. Saat 4 işləyirdi, 4 idi, gəlmiş evə. Sevraş yine sındıra oynuyor. Heç nə demirəm. Sevranın rəfiqəsi Ayla oynamayına fokuslanır. Necə oynayır? O qədər gülmüşəm ki onun oynamayına. Leopard Tiger geyinən qız Ayladır. Hə, onlar qəşəngdilər. Hə, aferin sənə. Görün öz aləmində nə qəşəng oynayır. Sonra Kösə və Keçir başladılar dalaşmağa. Özlərini ora çırpırdılar, bura çırpırdılar bu kişilər. Benim max sosyallik bura kadar arkadaşlar. Başım ses götürmüyor, yer soldayım. Ora bakın siz alın. O kadar gülmüşüm ki orada da. Biraz dalaştılar, boğuştular, birbirlerini çırptılar. Ora, bura. Uşaqları eğlendirdiler. Sonra başladılar, şəkil çəkdilər. Nə bilim, qəşəng maraqlı keçdi. Həqiqətən Sevranın da belə yerlər üçün ürəyi gedir. Əsas odur ki, ona maraqlı olsun. Bilirsiniz mən nə fikirləşirəm? İndi Sevragilin sinifinin valideyn komitəsi mənəm və bütün tədbirlərə mən gedirəm də. Raufda nə yalan deyim olmağı düşünmürəm. O bismillahirrahmanirrahim. Nə qayır bu? Raufda yəni müəllimə istəsə belə mən olmağı düşünmürəm. Onu mən necə tək göndərəcəm master klasslara və yaxud sinif gəzintilərinə mən onu necə göndərəcəm? Bilirsiniz də Raufun dəcəlliyini. Raufla məcbur olacağam mən özüm gedim ki, çox narahat olacağam. Yəni çünki onu biz Ragif və mən zəbt eləyə bilmirik. Qaldı ki, bir də müəllimə o qədər uşağı zəbt eləsin. Hazırladıkları üçün sonda uşaqlara diplom təqdim edildi. Sonra keçdilər yumurta boramaya. Sevroş yumurtanın üzərinə sonda R hərfi yazmışdı uşaqlar. Orada masterclassda 50 dənə uşağın arasında ona göz qulaq olan mən, o atasının baş hərfini yazmışdı. Sevdanın gözü yaşlı. Neyse. Hiçbir şey demiyorum. Sonra göz falan ekledi. R hərfi getdi. Galiba mənim qarğışım tutdu. Və burada oturublar. Bir-birlərinin yumurtalarına baxırlar. Və nəhayət bitdi. Çıxdıq. Burada avtobus gəldikdən sonra qayıtdıq sinifimizə və oradan evə. Evet arkadaşlar. Masterclassımız bitti. Gedirik evimizə. Sevada. Saxlayıldı və əməllərim doludur. Gedirik evimizə. Rauf və atası evdədir. Gedək görək evi söküblərmi, neyniblərmi? Baxacağıq.